80 yaşı var. Bu peşəyə ümumiyyətlə marağınız necə formalaşdı? Bilirsən, mənim marağım nətər olub? Hələ 9-cu sinifdə oxuyurdum. Babamın saatını götürdüm, bağladım qoluma. Öyle xalvat bağladım. Qadir kişini işdən qavaladılar. Qasını əlindən aldı, verdi mənə. Sonra Qadir kişi gəldi belə. Dedim, Qadirəm, mən sana o vaxt dedim ki, gəlib sənin yerini əlindən alacağım. Qadir kişi belə baxıb, deyə bala düz deyirsən. O vaxtdan həvəskarım, o vaxtdan da işləyirəm.